Uyğunluğu müəyyən edin. Gördüyümüz kimi bizə burada 2 proses, deflyasiya, yəni küləyin dağıdıcı fəaliyyəti ilə bağlı və bir də ekzorasiya buzaqların dağıdıcı fəaliyyəti ilə bağlı proseslər verilib və qarşısındakı relyef formalarını müəyyənləşdirməliyik. Belə ki, deflyasiya, düyünlər bildiyimiz kimi, qum təpələrinə aiddir ki, bəli, bunu əsasən biz səhralarda görürük. Yəni bu o deməkdir ki, biz, daha doğrusu, birinciyə burada, yəni deflyasiyaya biz burada aid eləyə bilərik A-nı. Ekzorasiya buzlaqlarla bağlı dedik. Kar, bəli, buzlaqlara aiddir. Demək ki, biz burada ikinciyə isə eyni zamanda aid eləyəcəyik B-ni, buzlaqlarla bağlıdır karlar. Barxan da qum təpələridir, bəli, aypara formalı. Bu da demək ki, deflyasiyaya aiddir. C-ni biz deflyasiyaya aid elədik. Və morenlər buzların yaratdığı, buzlaqların tərsindən formalaşan və ciyərib topalanan, belə deyək də, moren təpələrinə biz ekzorasiyaya aid eləyəcəyik. Demək ki, burada D-ni biz ekzorasiya veririk. Və sirklər, bəli, bu da karlardır, sirklərdir. Bunlar da buzlaqlarla bağlıdır və sirkləri də biz ikinciyə aid edirik. Demək ki, 1-ə AC, 2-yə B, D, Y doğru bəndlər olacaq.